Salam əziz izləyicilər, xoş gördük sizləri. Bu günlər sizlərlə birlikdə 6-cı sinifin orta hissələrində keçirilən, yəni 3-cü hissəsində keçirilən mənfi və müsbət ədədlərdən danışırıq. Mövzumuz mənfi və müsbət ədədlərdir. Biz mənfi ədədləri 1-ci sinifdən öyrənirik və tanıyırıq. Mən bunu daha yaxşı izah etmək üçün ədəd oxu üzərində göstərəcəm. Deməli, ədəd oxu üzərində həmişə, yəni biz 6-cı sinifə qədər sıfırı başlanğıcın buradan qoymuşuq. Amma indi biz artıq buradan qoymayacağıq. Çünki biz artıq indi öyrənirik ki, ədəd oxunu ortadan qoyub sıfırı ortada yazacağıq. Çünki həmişə başlanğıca sıfır yazırdıq. Amma indi ortaya sıfır yazacağıq. Çünki artıq 6-cı sinifdə biz bilirik ki, sıfırdan kiçik olan ədədlər də var. Ona görə də biz artıq ədəd oxunu belə qururuq. O yüzdən də mən ədəd oxunu belə qurdum. Bəli, deməli, mən belə deyim, sıfırdan sağda, bura sıfırdan sağdakı ədədlər, bir də var sıfırdan soldakı ədədlər. Sıfırdan sağdakı ədədlər bizim bildiyimiz ədədlərdir. Yəni 1, 2, 3, 4, 5, 6. Ümumiyyətcə bilək ki, məsələn bir ədəd, məsələn 4 ədədinin sağındakı ədəd 5-dir, solundakı ədəd isə 3-dür. Bu zaman belə bir nəticə gəlmək olar ki, hər bir ədədin, məsələn bu 3-ə də aiddir ki, 3-ün sağındakı ədəd 4, solundakı ədəd isə 2-dir. Yəni belə bir nəticəyə gəlirik ki, biz hər bir ədədin solunda olan ədəd həmin ədəddən kiçikdir. Ona görə də biz indi belə bir nəticəyə gələcəyik ki, sıfırdan əvvəl və ya yalnız sıfırdan deyil, yəni sıfırdan solda yerləşən bütün ədədlər sıfırdan, yəni mənfi ədədlər kiçikdir, 0, 1, 2, yəni belə deyəcəyəm, natural ədədlərdən. Yəni ədəd oxu üzərində görünür. Necə natural ədəd? Müsbət ədədlərdən deyək ki, daha yaxşı anlaşılsın. Müsbət ədədlərdən həmişə və həmişə kiçik olur. Yəni bunu müqayisədə çox basit bir yöntəmlə elənilir. Gəldik onun qaydasına. Necə qaydadır? Məsələn, ədəd oxunu çəkirik, 0 qoyuruq. Və başlayırıq. Sıfırdan sonra nə gəlir? Mən bunları göstərim. 1, 2, 3, 4. Elə sıfırın solunda da həmin o 4-ü çəkirik və həmin ardıcıllıqla bir ədədinin əks ədədini yazırıq. Yəni mənfi 1. Yazırıq mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4. Bəli, deməli, əks ədədlər hansılardır? Müsbət ədədi, mən belə bir anlayış edeyim ki, çünki bunları yazmaq biraz çox olur. Müsbət ədədlərə bu işarəni, mənfi isə bunu qoyacaq. Deməli, müsbət ədəd əksi olur mənfi ədəd. Mənfi ədədin əksi isə olur müsbət ədəd. Mən bu mötərizələri sadəcə bərabərliklə eyni olmasın deyə, yəni iki işarə eyni anda gəlməsin deyə qoydum. Yəni, əslində yazılışda mötərizələrdən istifadə olunmur. Yəni, olunacaq mənfi ədədlərin toplanmalarında, çıxılmalarında olacaq. Onlarla az sonra danışacaq. Əsas oldu ki, biz mənfi ədədləri tanıdıq. Mənfi ədədləri tanıdıqdan sonra onun müqayisəsinə gəlirik. Müqayisə çox asandır. Dedik ki, müsbət ədəd böyükdür mənfi
ədəddən mənfi ədəddən böyükdür. Həmişə demdiksə, deməli, müqayisəni də anladıq. Yəni, məsələn, bizə belə hər cür məsələ versin. Məsələn, 0 versin, müqayisə eləyək. 0-la mənfi, məsələn, 100.000-i. Yenə də 100.000 nə qədər böyük lap bunun yanına çoxlu sıfırlar yazıb. Hər halda 0 böyükdür. Məsələn, 0 mənfi, yəni sonsuza qədər hansı ədədlər olsa da, əgər mənfidirsə 0 böyükdür. Yəni, necə deyim, 0, hətta və hətta 0 böyükdür mənfi pi-dən. Yəni, bu anlayışlar bilsək, müqayisədə daha asan yollardan istifadə edə bilərik. Yəni, hər hansı bir ədədin qarşısında mənfi varsa, o həmişə kiçik olur. Bəs yaxşı deyirik, mənfi ədədləri müqayisə etsək necə olacaq? Məsələn, mən mənfi 5.000-dən mənfi 5.000-i 5.001-i 5.001-i müqayisə eləyirəm və deyirəm, bunları necə müqayisə eləyirəm. Dostlar, ədəd oxuda necə etdik? 0, 1, 2, 1, 2. İndi burada baxanda dostlar, burada yazdıq mənfi 1, mənfi 2, mənfi 3. Dedik ki, ədədin solunda yerləşən bütün ədədlər həmin ədəddən solundakılar kiçikdir. Yəni, mənfi 2 böyükdür mənfi 3-dən. Mənfi 3 kiçikdir. Kiçikdir, baxın dostlar. Çünki baxın, məsələn, 1 böyük 2 artır. Deməli, burada da mənfi 3 artır olur mənfi 2. Bu da, yəni bu qaydaları bilsək, məncə bizə lazım olacaq. Mənfi 1 qədər artır, vahid artır. Artıq bunu da anladıqsa, deməli, böyük mənfi 5.000-dir. Mənfi 5.000 böyükdür mənfi 5.001-dən. Müqayisəni də anladıqsa və əks ədədləri də anladıqsa, bir dənə də anlayışımız var. Modul anlayışıdır. Modul. Hər bir müsbət ədədin modulu bərabərdir həmin ədədin özünə. Məsələn, mən belə bir yöntəm tapdım, bunu daha yaxşı yazmaq üçün. Hər bir ədədin, müsbət ədədin modulu bərabərdir özünə. Amma hər bir mənfi ədədin modulu isə bərabərdir yenə də müsbət ədədə. Yəni, həmin ədədin müsbətinə, yəni əksinə bərabər olur. Məsələn, bizə belə bir toplam əməli veriləcək və biz onu yerinə yetirəcəyik. Modullar üzərində toplam əməli. Məsələn, bizə deyir ki, mənfi 2 üstəgəl 4 çıx mənfi 2 verilir və biz bunu həll edəcəyik. Deməli, mənfi birinci modulları açacaq. Necə ki, mötərizəli vurma əməllərində vurmanı açırıq. Modul mənfi 2 bərabərdir 2-yə, müsbət 2-yə üstəgəl müsbətsə, yəni modul müsbətsə ilə özündə yazırıq. Üstəgəl çıxdı, üzr istəyirəm. Aha, və çıx, görürük ki, modul mənfidir. Ona görə bunu çeviririk üstəgələ, üstəgəl 2-yə. Bərabərdir. 2 ilə 4, 6, 6 ilə 2, 8. Yəni, belə. İndi biz keçdik toplama və çıxma əməllərinə. Dostlar, belə bir izah eləyəcəm. Bu birinci dərsdir. Birinci dərsdə mən toplama ilə çıxmasına başlayayım, izah eləyim. Gələn dərs ikinci hissəsində isə, yəni bu dərsin ikinci hissəsində vurma və bölməni izah eləyim. Çünki hər ikisini bir yerdə izah eləsən, məncə biraz
Yəni uzun çəksə məncə axıra qədər baxmaq bir damcı yorğunluq verir dostlar. O yüzden hətta bir şey də vurğulayım ki, mən bu mövzu ilə bağlı forum hazırlayacağam və o forumu inşallah yayımlayacağam. YouTube'da sizə linkini verəcəm və siz biliklərinizi həmin forum işləməklə yoxlayacaqsınız. Yəni bu yay tətili üçündür ki, yay tətilində öyrəndiklərinizi bir daha təkrar keçəsiniz və 5-ci sinifi bitirənlər üçün 6-cı sinifi daha asan bilmək üçün qaydaları sizlərlə paylaşıram. Nəysə, keçdik toplamalara. Toplama necə olur? Məsələn, 5 çıx 6. Məsələn, biz uşaqlıqdan bu məsələləri fikirləşirik ki, görək bu məsələ necə alınırmı, alınmırmı? Məsələn, doğrudan da çox vaxt bu sualları, bu toplamalar bizim qarşımıza çıxır. Biz də deyirdik ki, bu yəni birdən adam fikirləşir ki, bu necə həll olunur, amma artıq öyrənəndən sonra bu da bizim ağlımızda qalır və artıq ənənəvi riyaziyyat əməlinə çevrilir. Məsələn, 5 çıxılsın 6-ya baxırıq. 5 çıxılsın 6. Çox sadədir dostlar. Nə edirik? Böyük ədəddən çıxırıq, kiçik ədədi eləyir 1. Böyük ədədin qabağı və böyük ədədin qabağında, yəni 6-nın qarşısında hansı işarə varsa, yəni mənfidirsə, həmin ədədin qarşısına da mənfi qoyuruq. Yəni cavab mənfi 1-dir. İndi gəlin bunu 0-da yoxlayaq. Bir dəqiqə, mən təmizləyim lövhəni. Aha, 0 çıxılsın 1. İndi bunu necə eləyəcək? Böyük ədəd hansıdır? 1-dir. 1-dən çıxırıq. 0-ı neçə elədi? 1 elədim. Böyük ədədin qarşısında mənfi işarəsi var deyə cavab mənfi 1-dir. Burada da həmçinin mənfi 1-dir. Burada mənfi 6-dır. Ondan 4 çıxır 6. Əksini olsaydı isə, məsələn, bir dəqiqə. Belə eləyək də. Aha, belə başa düşdüm. Aha, mənfi 4 üstə gəl 12 olsaydı necə olacaqdı? Onda tam başqa cür olacaqdı. Yenə 12-dən 4-ə çıxacaqdıq. 8 və böyük ədəd 12-dir deyə qarşısında müsbət var. Ona görə də 8 yazacağıq. Daha qarşısına müsbət qoymaq üçün ki, elə mənfi işarəsi qoymasa o ədəd müsbət ədəd sayılır. Çox gözəl öyrəndik. Bir də nə işarəsi var? Nə burada öyrənməliyik dostlar? O yadımdan çıxdı. Məsələn, mənfi 12, mənfi 4. Toplam əməlində. Bu çıxma əməli deyil, dostlar, karıxmıyor. Mənfi 12 ilə mənfi 4-ün cəmi deyəcəyik buna. Və bu da elə çıxmaya gəlir. Mənfi 12, mənfi 4 də əgər hər iki ədədin qarşısında mənfi varsa, dostlar, onda ədədlər toplanacaq. Baxın, çıxılmayacaq, toplanacaq. Alınacaq 16 və ədədin qarşısına mənfi işarəsi qoyacaq. Cavab oldu mənfi 16. Belə bir də anlayış var, onu da bildirim. Yəni, toplama və çıxma ilə bitirək. Amma vaxtımız qalacaq, vurma ilə bölməni də bu gün izah edeyim. Gələn dərsdə təlliklərə falan baxarıq. Yəni, bu bölməni bitirək də. Aha, bir dənə anlayış var. Mənfi ilə verməyək bunu. Bir dəqiqə. Məsələn, belə bir məsələ verirəm. 5 çox mənfi 2. Burada biz necə hesablayacağıq? Burada, baxın. Mənfidirlərdirsə, mötərizənin qarşısında mənfi varsa, həmin ədədin daxilindəki ədəd əksinə çevrilir. Yəni, mənfidir. Buradan 2-nin içindəki mənfi deyə müsbət oldu. Yəni, əməlimiz olur 5 üstəgə 2 və bu da olur 7. Belə dostlar, mən gördüm ki, artıq yaddaş yeri doludur deyə bu hissəyə yalnız bu mövzuları çatdırdıq. Gələn mövzuları isə, yəni gələn dərsdə isə vurma və bölməyə baxarıq.
mənfi və müsbət ədədlərin birinci dərsini biz artıq bitirdik. Gələn dərsdə görüşərik. Əziz dostlar, yenə deyirəm, forum hazır olan kimi onu sizlərə xəbərdar edəcəyəm.